2026-cı ilin 1-ci kurs tələbələri, sizin hər birinizi təbrik edirəm. Çünki artıq ixtisas seçimləri dünən bitdi və ümid edirəm ki, hər biriniz istədiyiniz universitetə qəbul olarsınız. Dila Universitetində dərs sistemi və imtahan sistemi necədir? 1-ci kurslarda dərslər adətən 9-un yarısı, yəni 8:30-da başlayıb 12:50-də bitir. Bu sizin dərsinizdən asılıdır. Əgər 2 dərsiniz, 1 dərsiniz varsa, dərsiniz tez də bitə bilər. Dərslər adətən maraqlı, rahat şəkildə keçirilir. Müəllimələr isə daha çox tələbə yönümlü olurlar. Yəni bizə düşən müəllimələr bizi incitmirdilər. Daha çox işlərində peşəkar olan müəllimələr idi. Yəni biz dərsləri maraqlı şəkildə keçirdik. Ümid edirəm ki, siz də dərsləri sevərsiniz. İmtahan sistemi necə olur? İmtahan sualları adətən müəllimələr tərəfindən əvvəlcədən sizə göndərilir və sizin hazırlaşmaq üçün kifayət qədər vaxtınız olur. Suallar əlinizdə olur, amma cavabları siz özünüz tapmalısınız. Yəni bunun üçün də rahat olsun deyə dərsləri hər gün öyrənməyinizi məsləhət görərdim ki, bu sizə imtahan vaxtı çox asan olsun. İmtahan necə olur? İmtahan bir ay ərzində müəyyən aralıqlarda olur, müəyyən tarixlərdə olur. Yəni sizin hazırlaşmaq üçün arada 3, 4 və yaxud da ki 5 gün məsafəniz olur. İmtahanda 5 sual olur, yazılı şəkildə olur. Hər biri 10 bal şəklində olur. O 5 sualı ətraf şəkildə yazmalısınız ki, müəllimələr 10 bal üzərindən onu qiymətləndirsinlər. Bu arada imtahan 17 plus keçmək lazımdır. İmtahandan kəsilməyəsiniz. Bir də belə bir məsələ var ki, bizim Dila Universitetinin imtahan cavabları geç çıxır. Məsələn, birinci imtahanı verdikdən sonra ikinci imtahanı verdiyiniz zaman artıq birincinin cavabı çıxır. Bəzən elə olur ki, gecikmələr baş verir. Çünki yazılı şəkildədir və müəllimələrin yoxlamağı biraz uzun çəkir. Ona görə də bir damcı. Çox cüzi cavablarımız geç çıxışqa sualınız olsun, yorumlarda yazarsınız, cavab verərəm. Hər birinizi təbrik edirəm. Əgər aduya gəlsəz mütləq mənim kanalımda yoruma yazarsınız. Sizi sevirəm hər birinizi. Sağ olun, özünüzə